İnsan orqanizminin böyük hissəsini təşkil edən su insan həyatı üçün də böyük əhəmiyyət təşkil edir. Çünki orqanizmin əsas funksiyalarının sağlam fəaliyyət göstərməsi üçün orqanizmdə kifayət qədər su olmalıdır. Ümumiyyətlə götürdükdə insan orqanizmi gün ərzində müxtəlif yollarla 3 litrə yaxın su itirir. Hətta bu proses insan yuxuda olduqda belə davam edir. Əgər itirdiyiniz bu su eyni miqdarda su ilə əvəz olunmasa, dehidratasiya təhlükəsi meydana çıxır. Bu isə təbii olaraq müxtəlif xəstəliklərə səbəb olur. Bəs su itkisi baş verdikdə hansı problemlər meydana çıxır? Bunlardan birincisi yüksək təzyiqdir. Belə ki, orqanizm su itkisinə məruz qaldıqda qandakı sudan istifadə etməyə başlayır. Bu isə tədricən yüksək təzyiqə gətirib çıxarır. Başqa bir problem isə bel, hətta boyun yırtığıdır. Bu vaxt orqanizm fəqərələrdəki sudan istifadə etməyə başlayır və nəticədə bel və ya boyun yırtığı ortaya çıxır. Su itkisi nəticəsində meydana gələn başqa xəstəliklər isə podaqa və ya artrit xəstəlikləridir. Belə ki, orqanizm su itkisi ilə əlaqədar olaraq sümüklərdəki sudan istifadə etməyə başlayır və beləliklə də podaqa və ya artrit kimi revmatizmal xəstəliklər ortaya çıxır. Orqanizm ağciyərdəki sudan istifadə etməyə başladıqda astma, mədə-altı vəzdəki sudan istifadə etməyə başladıqda isə şəkər xəstəliyi meydana çıxır. Digər tərəfdən mədədəki suyun istifadə olunması mədə yarası, bağırsaqdakı suyun istifadə olunması isə yoğun bağırsaq xərçəngi ehtimalını artırır. Su itkisinin səbəb ola biləcəyi digər problemlər isə bunlardır. Digər tərəfdən, insan orqanizmi aclığa günlərlə dözə bildiyi halda susuzluğa bir neçə gündən çox dözə bilmir. Beləliklə də dehidratasiya insanı ölmə qədər aparır. Ona görə də bu problemlərin qarşısını almaq üçün yeganə şərt gün ərzində kifayət qədər su içməkdir.